Doktor, bugün hamiləlik dövründə qadınları ən çox maraqlandıran mövzulara toxunacağıq və elə ən çox qadınları maraqlandıran bir sualla başlamaq istəyirəm. Hamiləlik dövründə halsızlıq, ürək bulanma. Bu sual bir çox hamilə xanımları narahat edir əlbəttə ki. Bu bir hamilədə ola bilər, digərində olmaya bilər. Yəni mütləq deyil ki, bütün hamilələrdə müşahidə olunsun. Bu hamiləliyin birinci trimestrinin toksikozu adlanır. Ümumiyyətlə ümumi götürəndə təhlükəsiz bir haldır. Yalnız ailə üzvlərini, hamilələrin özlərini narahat edə bilər. Çünki bu zaman ürək bulanma, qusma, halsızlıq, bəzi hamilələrdə huşunun itirilməsi, kollaps halları, bunun hamısı da bir növ, bir tərəfdən də onların ac çox qalmağı ilə əlaqəli ola bilər. Hormonal bədəndə gedən dəyişikliklərlə əlaqədar ola bilər. Hamiləlik başlayarkən hamilələrdə deməli immunitet düşür. Onunla bağlı ola bilər. Maye qəbulunun azalması ilə bağlı ola bilər. Yəni bunlar hamısı bütün hallar cəmləşmiş şəkildə bir hamilədə olmaya da bilər və yaxud bizə verilən sual ki, doktor, məndə niyə bu hallar yoxdur, amma mənim rəfiqəmdə var, xalam qızında var, bacımda var, mənim hamiləliyim inkişaf etmirmi? Xeyr, yəni bu onunla bağlı olmayan bir haldır. Yəni ola bilər ki, hamiləliyiniz çox gözəl inkişaf edir, sizdə heç bir toksikoz əlamətləri yoxdur və yaxud hamiləliyiniz inkişafdan qalıb, amma həmin əlamətlər var. Ona görə bunu bir-birindən əlaqələndirmək doğru deyil. Bu hal hər hansı bir dərman preparatı ilə, yəni biz deyirik ki, bu dərmanı pasient bizdən istəyir ki, doktor, mənə elə bir dərman deyin ki, mənim ürək bulanmam keçsin. Biz deyə bilərik, amma bu bir fizioloji hal olduğu üçün bunun zamanı var. Yəni 13-14 həftə, 12-14 həftə aralığında bu hal öz-özlüyündən keçib gedəcək. Ona görə hamilələrə tövsiyəmiz ac qalmasınlar, iştahları olmasa belə özlərini məcbur eləyib gündə 2 dəfə, 3 dəfə, yaxşı olar ki, 3 dəfədən artıq kiçik porsiyalarına mədələrini boş saxlamamaq şərti ilə qida qəbul etsinlər ki, həm mədə reseptorlarını qıcıqlandırmasınlar, həm də bu əlamətlər həmin o qida qəbulu ilə biraz azalmış olacaq. Mövzuya çox gözəl toxundunuz, amma bir məqamı qeyd eləmək istəyirəm ki, bəs bu sadaladıqlarınız hansı ki, hamiləlik dövründə ürək bulanma, halsızlıq, bunun orqanizmlə bağlılığı var bəs? Yox, orqanizm əgər düşünürsünüzsə ki, yəni sağlam orqanizm və yaxud xəstə orqanizm, xeyr, əlaqəsi yoxdur. Yəni hər hansı bir çox sağlam bir qız belə həmin bu problemləri yaşaya bilər. Yəni çox sayda qusmalarla rastlaşa bilər. Yəni o demək deyil ki, onun mədəsi problemlidir, amma yenə də həmişəki kimi mənim bütün pasientlərə tövsiyə elədiyim bir məqam var. Hamiləlik planlayırsınızsa mütləq şəkildə öncədən bütün narahat olan nahiyələriniz müalicə olunsun, xəstə dişləriniz, hər hansı bir somatik narahatçılığınız varsa, onlar müalicə olunsun ki, hamiləlik başlayanda onsuz da immunitet enir, onsuz da hamilə qadın narahatçılıqlar yaşayır. Yəni bu daha da kəskinləşməsin. Doktor, bəs hamiləliyin doğru planlaşdırılması necə olmalıdır? Ümumiyyətlə, hamiləlik planlaşdırılmalıdır. Yəni, əgər bir cütlük normal bir hamiləlik gözləmək istəyirsə, mütləq şəkildə hamiləlik planlaşdırmalıdır. Amma biz real həyatda yaşayırıq, yəni hər cütlüyün, hər hamiləliyi planlaşdırılmış olmaya da bilər. Planlaşdırılmış hamiləlik necə olmalıdır? Yəni cütlük müraciət eləyir öz müalicə həkiminə. Əvvəla hər hansı bir problemlər varsa, məsəl üçün kişi tərəfin öz problemləri, qadın tərəfin öz problemləri, mən yəni belə deyim, qadının ginekoloji, kişinin androloji problemlərini nəzərdə tuturam. Əlbəttə ki, onlar düzəldilməlidir, onlar müalicə edilməlidir. Bundan əlavə insanın somatik problemləri də ola bilər. Məsəl üçün başqa orqanlarında olan narahatçılıqları. Ümumiyyətlə mən bütün hamilələrə, hamiləlik planlayan bütün cütlüklərə mənim məsləhətim budur ki, dişlərini və yaxud başqa bir narahatçılıq verə biləcək bir bədən üzvlərini mütləq şəkildə öncədən kontroldan keçsinlər. Hətta heç probleminiz yoxdur, amma siz hamiləlik planlayırsınız.
bir stomatoloqa baş çəkin. Qoy stomatoloqunuz sizin ağız boşluğunuzu bir baxsın, sanat etsin. Çünki hamiləlik zamanı immunitet düşür. O yəni ən güclü, ən idmançı, ən gözəl belə deyim, sağlam həyat tərzi sürən qadının belə immuniteti hamiləlik vaxtı düşür. Çünki bizim orqanizmimiz yad bir cisimlə mübarizə aparmağa başlayır. Həmin yad cisim gələcəkdə bizim övladımız olacaq və o yad cisimlə mübarizə ərəfəsində immunitet düşür. İmmunitet düşərkən bütün orqanizm ayağa qalxır. Yəni bütün orqanlar başlayır şikayətlərini deməyə, bütün orqana harası ağrıyırsa hamısı üzə çıxır. Ona görə mütləq hamiləlik planlamadan öncə hətta dırnağınız belə ətinə batıbsa onu da həkimə göstərin, mütləq şəkildə onu müalicə etdirin ki, hamiləlik vaxtı o böyüyüb sizə böyük bir problem yaratmasın. Bəs cütlüklərin ilk həkim viziti nə zaman olmalıdır? Bu çox gözəl bir sualdır. Çünki Azərbaycanda belə bir hal var ki, çox ailələrdə deyil, amma bəzi regionlarda da var ki, cütlük ailə qurur. Quran kimi artıq evdə narahat olurlar ki, niyə uşaq olmadı, niyə hamiləlik baş vermədi. Bu planlanmış şəkildə də ola bilər. Cütlüyün öz arasında bir-birinin arasında belə müqavilə imzalayıblar ki, biz bir müddət övlad sahibi olmaq istəmirik və yaxud da olmur. Bu bir il müddətində, yəni bir il müddətində normal qəbul olunur. Yəni bir il müddətində əgər yenə də vurğuluram bunu pasientlərə də dəfələrlə deyirəm. Əgər cütlük ailə qrupsa və hər biri ginekoloji, androloji cəhətdən sağlamdırlarsa, yəni özləri gördüyü bir problem yoxdursa, əlbəttə ki, xanım əgər bilirsə ki, onun aybaşı pozğunluğu var və yaxud müəyyən narahatçılıqları var və yaxud bəy bilirsə onun hansısa bir narahatçılığı var, onu kənara qoyuruq, ondan istisna. Əgər özlərini sağlam sayırlarsa və bütün fizioloji prosesləri normalda gedirsə, həmin cütlük bir il gözləyə bilər. Bir il, yəni o cütlüyə toxunmuruq, gözləyirik. Hətta qorunmamış ailə həyatı sürürlərsə, hamiləlik baş vermirsə belə onlara toxunmuruq. Bir ildən sonra artıq hamiləlik baş vermirsə və bu regular cinsi kontakt, qorunmamış cinsi kontakt fonunda olursa, əlbəttə ki, artıq onlar öz mütəxəssislərinə müraciət etməlidirlər. Bəs tibbdə ən uyğun yaş neçə yaşda hamiləlik üçün? Tibbdə hamiləlik üçün uyğun yaş deyə bir məfhum yoxdur. Qadın düzdür, ilk aybaşı olan dönəm menarki 13 yaşdan, əlbəttə ki, biz hamilə qalma düşünürük ki, o yaş uyğun deyil. Çünki orqanizm yetkin bir yaşa çatmalıdır. Bu 17-18 yaşlara orqanizm artıq uşaqlığın ölçüləri, yumurtalığın folikulyar aparatı, hamısı öz yerini tutandan sonra, hormonal balans formalaşandan sonra 18 yaş, 17 yaş üzəri, 18 yaş üzəri hər bir qadın hamilə qala bilər. Hamiləliyi necə qalmaq, necə onun hamiləliyin necə keçməsi, yəni hamiləlik dövrünün necə belə deyim, davam eləməsi, o artıq hamiləliyə orqanizmin reaksiyası, xanımın individual xüsusiyyətləri, sağlamlığı, bura hər şey daxildir. Sinir sisteminin fonu, hər şey bura daxildir. Yəni qadın əgər aybaşı olursa, bu əlbəttə ki 17-18 yaş üzərindən danışırıq. Olursa o qadın hamilə qala və uşaq dünyaya gətirə bilər. Aydındır. Gəldik hamilə xanımları ən çox maraqlandıran suala qida rasionu. Hamiləlik dövründə hamilə xanımlar nələrlə qidalana bilər və yaxud da ki nələrdən çəkinməli, uzaq qalmalıdırlar? Bu ən aktual sualdır hamilələr arasında. Danışırıq, hamiləni qəbul eləyirik, söhbət edirik. Bitəndə son sualları bu olur ki, cütlüyün hər ikisinin yoldaş soruşur ki, mənim həyat yoldaşım nə yeyə bilər, nə olar, nə olmaz. Hamiləyə bütün qidalar olar. Amma mən qida deyəndə nəzərdə sağlam qidaları tuturam. Əlbəttə ki, bu mənim
bütün hamilələrim bunu bilir. Mən hamiləyə bir sözü deyirəm. Deməli, 13 həftəyə qədər ki, hamiləliyin birinci trimestrinin toksikozu davam edir. Bu olmayan hamilələr də var, amma davam edənlər də var. Toksikoz özünü yalnız ürək bulanma, qusma və başqa əlamətlər kimi yox, həm də belə deyim, hansısa bir qidaya doğru çəkicilik hissi kimi göstərə bilər. Hamilə əgər başqa bir şey yeyə bilmirsə, ürək yalnız bizim o ayaqüstü yeməklərdən dediyimiz, küçə yeməklərindən dediyimiz fast foodları tələb edirsə, əlbəttə ki, yalnız onunla ayaqda qala bilirsə, mən onlara 13 həftəyə qədər, həmin o toksikozun əlamətləri keçənə qədər ona bir növ şans verirəm ki, onunla qidalansın, daimi yox. Ara bir. Tabu qoyduğum qidalar bu spirtli içkilərdir, bu energetik içkilərdir və davamlı küçə yeməkləridir. Amma yenə də deyirəm, qazlı içəcəklər də icazə vermirəm, amma ürəyi istəyərsə onda dadına baxa bilər. Yenə də bu icazələrin çoxu 13 həftəyə qədərdir. Yəni hamilə ərköyünlüyü daha çox 13 həftəyə qədər edə bilər. 13 həftədən sonra artıq özü anlayır və get-gedə uşaqlıq da böyüdüyü üçün mədəni, qida borusunu, digər orqanları, bağırsaqları sıxdığı üçün hamilənin heç o dərəcədə yemə həvəsi də olmur ki, aşırı bir şey yesin. Yenə də deyirəm, hamilə mayalı qidalardan kənar dursa yaxşıdır. Mədədə, bağırsaqlarda meteorizm, köp əmələ gətirən qidalardan uzaq dursa yaxşıdır. Yəni bunları nəzərə alsa, qalan şeylər normal. Hamiləlik xəstəlik deyil. Hamiləlik bir ötücü haldır, keçici haldır və bu fizioloji bir haldır. Bunu biz xəstəlik kimi qəbullansaq, əlbəttə ki, hamının bizə yazığı gələcək, onu yemə, bunu yemə, onu hər şey yeyə bilər. Yalnız özü düşünməlidir ki, bu mənə ilk növbədə və övladıma ziyan olmamalıdır. Qışın oğlan çağı gecə saat 3-də hamilə xanım qarpız istəyir. Bu hal hər bir hamilə xanımda olur, ya necə? Gözəl sualdır. Hamilələrin belə qida istəyi yarana bilir. Buna el arasında belə deyim ki, bizi dinləyən hamilələr də anlasın. Bu yerikləmə, türklər aşərmə deyirlər. Bu belə deyim, hormonal fon da bunu tetikləyir, bunu daha da artırır. Bir də psixoloji vəziyyət. Məsəl üçün, elə ailələr var ki, hamilə qalan kimi üstünə düşürlər. İstəyirsən sənə bunu bişirim, istəyirsən sənə bunu alım, istəyirsən o hamilədə artıq şuur altında belə bir şey formalaşır və yaxud özü görüb bunu, nə bilim, xalasında görüb, kimdəsə yaxınında görüb ki, hamilə qalanda nəsə istəyir. İstəməsə belə bir növ özünü belə düşünür ki, bəlkə mən də istəyirəm. Və bir halda var ki, bir az ərköyünü yoldaşına belə biraz özünü sevdirmə hissi kimi ki, mənim o cür hamilələrim olub. Yəni istəməsə belə onu deyir ki, mən qarpız istəyirəm, qışda alça istəyirəm, yayda nəsə istəyirəm. Bu yəni hər hamilədə olmaya bilər. Olmayan hamilə narahat olmasın ki, məndə niyə yoxdur? Çünki o sualda bizə verirlər ki, məndə niyə o hiss yoxdur? Olan da narahat olmasın. Yəni bu da ötəri bir hissdir. Bir müddətdən sonra o keçib gedir. Hamilə xanımlar və onların baxımı. Bu mövzuda yəqin ki, sizə suallar gəlir. Çox. Hamilələrin demək olar ki, suallarının əsas hissəsindən biri, doktor, mən lazerə gedə bilərəmmi? Yəni belə deyim, artıq dəri üzərində olan tük örtüyündən xilas olmaq üçün dırnaqlarımı düzəltdirə bilərəmmi? Saçımı rəngləyə bilərəmmi? Bu əlbəttə ki, mən anlayıram o xanımları. Yəni ki, hamiləlik bir xəstəlik deyil, bir qorxulu dönəm deyil ki, biz orada harasa qapanaq, oturaq, cəmiyyətlə ünsiyyəti kəsək. Bunlar harasa gedirlər, toya gedirlər, gəzməyə, işə, baxımlı olmalıdırlar. Əlbəttə ki, daha baxımlı xanımlar üçün bu daha belə aktual bir sualdır. Əlbəttə ki, hər şey olar. Amma zamanı var və belə deyim də onu etmə tezliyi var. Saç baxımı əlbəttə ki olunmalıdır, amma belə deyim,
Mən bütün bu baxımların hamısını 13 həftə gözləmələrini tövsiyə edirəm. Hamilələrim də bəlkə dinləsələr təsdiqləyərlər ki, onlara dediyim həmişə bir söz var ki, 13 həftəyəcən həkimin dediklərini edən hamilə 13 həftədən sonra kef eləyir. Yəni 13 həftəyə qədər bütün bu prosedurlardan biraz qaçınan hamilə sonra artıq bunların hamısını edə bilər. Saç rənginə gəlsək, boyaların tərkibində amonyak olduğu üçün, o amonyak dəri qatından qan damarlarına keçdiyi üçün, o qan dövranına düşdüyü üçün, qan dövranı ilə cift qan dövranına gəlib uşağa gəldiyi üçün, ana döl qan dövranına düşdüyü üçün biz düşünürük ki, ən azından o belə deyim, cift formalaşan dövrə qədər onu etməyə. Çünki cift bir bariyerdir. Gələcəkdə onun haqqında da danışaram. Cift bir bariyerdir. Belə deyim, anadan uşağa keçə biləcək zərərli maddələrin qan vasitəsilə qarşısını alan bir divardır, bir səddir. O cift formalaşana qədər, ən azı bir 15 həftəyə qədər biz ciftin daha zəif forması xorionu bu təcavüzlərə məruz qoymuruq, bu təsirlərə. Çünki o tam keçirmə, tam qoruyucu funksiyası yoxdur. O keçirə də bilir. Ona görə biz deyirik ki, gəlin bu rəngləməni filan saxlayaq o ciftin formalaşma dövrünə. Amma yenə də cift formalaşandan sonra da ondan çox belə gündə, həftədə bir neçə dəfə saç rəngliyim və yaxud ayda bir neçə dəfə rəngliyim, bunu da etmək olmaz. Qaldı lazerə, əlbəttə ki, o dərinin üst təbəqələrinə təsir etdiyi üçün olar eləmək. Amma yenə də mən hamilələmə 13 həftədən sonra icazə verirəm və biraz intim nahiyələri hamiləlik dövründə daha gec-gec etmələrini tövsiyə edirəm. İdman sağlamlıqdır və hamiləlik dövründə necə? İdman həmişə sağlamlıqdır, amma edə bilən və ona öyrəşən adam üçün. Əgər hamilə qalana qədər idmanla məşğul olmayıbsa, bu adam pasiv həyat tərzi sürübsə, birdən-birə hamilə qalandan sonra rəfiqəm pilatesə gedir, rəfiqəmlə qaçır, yürüyüş edir. Bunları mən onu da təkrarlayım, əlbəttə ki, olmaz. Belə deyim, hər normal yürüyüş, axşamlar, səhərlər, müəyyən bir hissəni yolu piyada getmək, əlbəttə ki, əgər hamilənin həkimi ona həmin bu fiziki hərəkətləri etməyə heç bir qadağa qoymayıbsa, yəni heç bir problemi yoxdursa döllə bağlı, hamiləliyin pozulması ilə bağlı, düşük qorxusu, başqa bir problemlərlə bağlı qoymayıbsa, əlbəttə ki, hamilə piyada da gəzə bilər, hər hansı bir yüngül idman növlərində edə bilər, üzgüçülüyə də gedə bilər. Amma yenə də deyirəm, əgər o hamilə əvvəlcə, məsəl üçün, hər hansı bir idman növü ilə məşğul olmayıbsa və qəfildən hamiləlik başlayan kimi birdən-birə hər hansı bir idman növü ilə məşğul olursa, elə etməməlidir. Yəni, az-az, yavaş-yavaş özünü adaptə edə orqanizmini əlbəttə ki, hərəkət etməlidir. 13 həftəyəcən bəzi hamilələrə daha çox yataqda uzanmağı tövsiyə edirəm. Və onlara həmişə deyirəm ki, 13 həftəcən qorxmayın. Yəni, bu pasiv həyat tərzindən qorxmayın. Əsas odur ki, 13 həftədən 40 həftənizə qədər aktiv olun. Daha çox hərəkət edin, qan dövranınızı daha artırın. Biz, məsəl üçün, hərəkət edərkən oksigen aclığımız daha çox olur. Biz daha çox oksigen uduruq. Daha çox oksigen udmamız nə deməkdir? Daha çox dölə gedir o oksigenimiz. Ona görə hərəkət həmişə vacibdir. Əgər buna əks göstəriş yoxdursa. Hərəkət hər zaman vacibdir. Bəs səyahətlər necə? Avtomobil vasitəsilə, təyyarə vasitəsilə? Bu da hamilələrin sevdiyi sualdır. Mən rayona gedə bilərəmmi? Mən harasa təyyarə ilə uça bilərəmmi? Yenə də birinci növbədə həkiminin yoxlanışı və nəticəsi durur. Əgər həkim heç bir qadağa qoymayıbsa, əlbəttə ki, olar. Amma pasiyent, hamilə uzaq bir yola sağlam olsa belə, normal hamiləlik olsa belə, kələ-kötür bir yollarla bir neçə saat avtomobillə yol gedirsə, əlbəttə ki, bu onun hamiləliyini qismən də olsa risk atmış olur. Ona görə biz hamiləyə əlbəttə ki, yol getməyə də icazə veririk, təyyarə ilə də səyahət icazə veririk, qatarla da, piyada da, amma bunların hamısı ilk həkimlə danışılır, sonra edilir.
Doktor, təşəkkür edirəm. Əlbəttə ki, bu son deyil, biz davam edəcəyik. Mən də sizə təşəkkür edirəm. Çox sağ olun. Əziz izləyicilər, əgər sizin də sualınız varsa, sizi narahat edən məqamlar varsa, çəkinmədən bunları şərh bölümündə və ya mesaj bölməsində bizə yazıb bildirə bilərsiniz.